Ki sevinəsən ki, bugün Hüseyin dünyaya gəlib. Hüseyin dünyaya gəlib, sevinmək lazımdır. Allah Hüseyini bəşəriyyətə verib. Məsələn, təsəvvür edin ki, İmam Hüseyin gəlməmişdi dünyaya. İndi biz yaşayırıq, Hüseyin yoxdur. Görün, həyatımızda nə qədər boşluq olardı. Yəni, Hüseynin olmamağını təsəvvür edib, şadlanasan ki, nə yaxşı sən dünyaya gəldin. Sən birdən Allah səni bu dünyaya göndərməzdi. Biz sən adınla tanış olmazdıq. Sənin məzarınla ziyarətinə gedə bilməzdi. Sən anlayışı bizim üçün olmasaydı, nə qədər həyatımızda boşluq olardı. Nə böyük minnət qoymusunuz bizə ki, dünyaya gəlmişsiniz. Və buna görə sevinməyə dəyərdir ki, bugün Hüseynin doğulduğu gün. Adam səhərdən dura, axşamından, gecəsindən halı yaxşı ola, şad ola. Allah'a həmd olsun ki, Hüseyini bizə tanıtdırıb, Allah'a həmd olsun ki, İmam Hüseyini bizə sevdirib, Allah bu yolda bizi sabit qədəm eləsin. Bir daha bayramınızı təbrik edirəm, Allah gələn günlərimizi mübarək eləsin inşallah.